Okey, bir də qısa üstündən keçirəm, rekord başlatmamışdım deyə. Törəmənin düsturu budur. Yəni funksiyanın minimal dəyişimində delta z-in sıfıra yaxınlaşan dəyərində funksiyanın nə qədər dəyişdiyini, yəni rate of change-i bizə verir. Realitetdə də belədir. Komplekslərdə çox da fərqi yoxdur. Sadəcə o arqument x yox z olacaq. Z-in özü də x plus y olduğu üçün iki funksiya, iki arqumentli funksiyaya gəlir, çıxır. Bu onun orijinal versiyasıdır, delta z-nə olan. Bu da onun asanlaşdırılmış versiyasıdır. Bu qədər. Qrafikdə də görünür, z0 var, z0 plus delta z var və onların fərqindən alınan funksiya var. Ki, burada çox aydın göstərmək olmur, çünki fz özü başqa bir qrafik şeydir. Delta w-nu da göstərir. Yəni, əslində, lap sadələşdirilmiş versiyası budur. dw bölünsün dz. Delta w-nu, bunun yerine delta w yazsaq. Burada nə var? Z kvadratı ilə göstərib. Delta w bölü delta z. Delta w nədir? Fz plus z. Delta z daha doğrusu. Funksiyamız budur. Argumenti budur daha doğrusu. Funksiyamız özü də kvadrat olduğu üçün bunu kvadrata yüksəldib. Çıxılsın z kvadratının özü. Deməli. Buradan nə çıxardıb? Hə, bu şeyi açanda, təzəni açanda z kvadratları gedir. Delta z-lər ixtisar olunur. Daha doğrusu delta z kvadratı olur burada. Onun kvadratla aşağıdakı delta z ixtisar olur. Bir də 2 z delta z olacaqdır. Delta z ilə z orada ixtisar getdiyi üçün aşağıdakı 2z plus delta z qalır. Delta z də sıra yaxınlaşanda geriyə qalır 2z. Yəni z kvadratının törəməsinin 2z olduğunu tapırıq. Yəni bunu birbaşa yazsaz 100% müəllim bal keçəcək, hətta o suala bal verməyəcək. Ona görə biz bu qaydaları keçənə qədər bunun törəməsini bu şəkildə tapmaq lazımdır. Kalkulus 1-də olduğu kimi. Burada da model set. Yəni sizin əlinizdə fz var, delta z var. Geriyə sadəcə yerinə qoyub hesablamaq düşür. Bundan daha da əlavə danışmalı bir şey yoxdur. Boşuna vaxt itirdik. Suallardan, yəni dediyim kimi, sonradan bir də qoşulub suallara baxarıq başqa vaxt. Vaxtımız var elə. Onu da ətraflı həll edək. Differentiation formulas. Demək, burada da böyük bəzi teoremlər olasıdır. O teoremlərin isbatını göstərəcək falan filan. Bu səfərəmimsə Leibniz notation'dur. Yəni bu şəkildə yazıb D-lərlə. Sabitin törəməsinin 0 olduğunu bilirik. Üssüz sadə funksiyanın törəməsinin 1 olduğunu da bilirik. Üstü 1 olan daha doğrusu. Və sabitin törəmə qiymətinə təsir eləmədiyini də bilirik. Yəni sabit bu s-ni burada çıxarda bilərsiniz. Bu məsələn 19-cu mövzuya qədər o dediyim şey eləmək olmazdı. Məsələn z kvadratını 2z kimi yazmaq olmazdı. Amma 19-cu mövzudan sonra artıq buradakı bu qaydanı bizə verib z üstü n bərabərdir, törəməsi daha doğrusu bərabərdir, n olsun z üstü n çıx 1. Bundan sonra rahat yaza bilərik. Cəmin törəməsi, törəmələrin cəminə bərabərdir. Hasilin törəməsi qaydasını zaten bilirsiniz. Birinin törəməsi birinin özü vurur, üstəgəl o birisinin törəməsi özü, o birisinin özü. Kəsrin törəməsi də, yəni realitetlərdən heç bir fərqi yoxdur. Sadəcə olaraq isbatları var. İsbatlarda da soruşsa nə edirsiniz? Məsələn, sizə bunu isbat eləməyimizi istəyir bizdən. Bizim funksiyamız ki var idi, o bayaqki formulada, burada. Bu funksiyada fz-in yerinə bunu yazırıq. Fz böyük fz. Və funksiyamız bu olur. Kəsiri isbat edəndə də eyni şəkildə. Heç bir çətinliyi yoxdur. Hesablaması biraz uzun çəkə bilər uzağa. Bu suallarda zaten isbat istəmir. Buradakı suallarda ya da nümunələrdə. Ona görə rahat həll etmək olur. Finə də. Fini birinci dəfə görürəm.
Formula 6 hansıdır? Hə, bu chain rule-dur. O chain rule yadınızdadır ümumiyyətcə. O mürəkkəb funksiyanın törəməsi. F x bərabərdir. X-in törəməsi olsun f x-in törəməsi. Burada da chain rule yazıb. Sadəcə olaraq tək fərq edeyim kimi zətdir. F-setin bu olduğu hala gəlir. Deyəm, belə yazım. Bu ona bərabərdir. Burada da chain rule-u isbat edib. Əslində şeydir, chain rule-un isbatı o qədər uzun deyil. Leibniz notation-dan rahat eləmək olur. Leibniz notation-da nədir? Fx-in törəməsi nəyə bərabərdir? D fx bölünsün x. Leibniz notation budur, yəni D ilə yazdığımız. Bunu D ilə yazsaq nə olacaq? D f x bölünsün D x x yox ya. X olmalıdır. Dx olmalıdır. Bunu nəyə vururuq? Dx yox, bununla vurmuruq, gözləyin. Burada dx olmalıdır. Və biz də bunu dx bölünsün x-ə vururuq. Və bunlar ixtisar gedəndə görürük ki, həqiqətən də düz çıxır. Çünki argumentimiz budur. Aşağıda da dx var. Bu şəkildə rahat isbat edə bilərsiniz. Buna bir şey desək, fx desək, böyük fx. Ümumi funksiyamıza. Buna bərabər olacaq. Aydındır. Hə, davam elə. Okay. Bundan derivativ qutarır. Sonra nə gəlir? Cauchy Riemann. Okay. Cauchy Riemann. Bu fərqlidirsə biraz qalsın, sabah da oxa Məncə bilərik də zaten. qalsın. Bu biraz fərqlidir. Sabaha qalsın. Onsuz bundan əvvəlkilə eləmək Bura lazım. qədərin tapşırıqları var, düzdür. Səlamlar. Sufficient conditions for differentiability. De bu buradakı conditionlardan deyirdim mən. Nədir Zərfə? Getdi, sağ ol deyib yəqin. Belə.